Azadlığına vurmuşum. Elə çay tumas igidlərinin də bu gün ruhu şaddır. Çünki uğrunda canlarını fəda etdikləri torpaqlar öz azadlığına vurmuşum. Mən ilk öncə hər birinizə təşəkkür edirəm. Salam mənim sizə ona görə təşəkkür edirəm ki, bax, bu igid qəhrəman oğullar, mənim kitabımın qəhrəmanları haqqında məlumatları siz mənə verirsiniz. Leyla Anıya sonsuz minnətdarlığımı bildirirəm, Acil Atıya sonsuz minnətdarlığımı bildirirəm ki, bu kitabın ərsəyə gəlməsində mənə dəstək oldular. Bu kitabın işığısı görməsində mənə dəstək oldular. Bilirsiniz ki, Qubatlı rayonu 90-cı illərdən çox kəşməkeşli bir tarix yaşadı. Qanlı qadalı illər oldu. Qubatlı igidləri bütün Azərbaycan oğulları kimi silaha sarıldılar, vətən torpaqlarının müdafiəsinə qalxdılar. Mən çalışmışam ki, Səlam müəllimin mənə verdiyi bilgilər, Leylanadan aldığım bilgilər və özümün araşdırmalarımla bu kitabı işığızı görsün və o qəhrəman oğulların xatirəsini gələcək nəsillərə bir miras kimi, bir örnək kimi götürək. Bizdən sonra o oğullar bu kitablarda, bu dastanlarda yaşayacaq. O oğullar hər biri bizim üçün bir qəhrəmandır. Qubatlının igidləri həqiqətən də elə Koroğlu qeyrətli oldular, Nəbi qeyrətli oldular. O dağlarda, o bulaqlarda, o torpaqdan qidalanan oğullardan elə belə də qəhrəmanlıq gözlənilirdi. Mən kitab haqqında çox geniş danışmayacağım. Nəyə görə danışmayacağım? İstəyirəm ki, hər kəs kitabı özü oxusun. Çünki bu kitablar sizə hədiyyə olunacaq. Kitabda, orada mən əlaqə nömrəmi qoyacağım. Kimlər o kitabı oxusalar, oxuyarsınız, mən buna da çox sevinərəm. Və kitab haqqında fikirlərinizi mənə bildirməyinizi sizdən rica edəcəm. Bəli, qəhrəman oğullar. Burada anamız qeyd elədi Rus Əhməd. Rus Əhmədin taleyi haqqında Leyla bacısı mənə az da olsa, qısa da olsa arayış məlumat vermişdi. Mən onu bu kitabda canlandırdım. Hafiz Quliyev haqqında məlumatların genişləndirərək çalışdım ki, yəni sizlərə çatdırım. Müslüm Cəbrayilov, bu oğullar hərəsi bir qəhrəman oldu. Oruç Məcnunov. Evdə qız özüm pişirdim, icazə verirsən, mən gözüm. Məhəmməd Əhmədov. Anamız bayaq da qeyd elədi. Məhəmməd dayı haqqında Leyla ana mənə o qədər sözlər danışmışdı ki, çalışdım ki, onu da bu kitabda geniş yer alsın və kitabımın sonuncu qəhrəmanı deyərəm, ən gənc qəhrəmanı İlqar Əhmədovdur. İlqar Əhmədov haqqında mən çox yazmışam. Yəni, onun körpəliyindən tutmuş, ta şəhid olduğu vaxta qədər anasının dilindən öyrəndiklərimi misra-misra, sətir-sətir kitablarımda yaşatmağa çalışmışam. Mən bu qəhrəman oğulların heç birini bir-birindən ayırmıram. Mənim üçün həqiqətən də o oğulların hərəsi bir qəhrəmandır. İstər mülki şəhidlər, istər vətən torpaqlarının müdafiəsi uğrunda döyüşən igid oğullarımız. Mən özüm əslən Füzuli rayonundan. O torpaqlarda doğulmuşam, o torpaqlarda böyümüşəm, o torpaqlarda yaşamışam. Uşaqlığım, gəncliyim, yaşımın gözəl günləri o torpaqlarda köçüm. Amma ki, məlum hadisələrlə bağlı taleyimizə yazıldı məcburi köçməlük. Evimizdən, elimizdən, obamızdan hər kəs kimi biz də didərgin düşdük. Və ilk dəfə qələmə bir şeir aldım, özümə yazığım gəldi. Həqiqətən də o torpaqlardan didərgin düşəndə könlümüzdə, qəlbimizdə bir qubar oldu. Hər kitablarımı hər dəfə vərəqləyəndə, yazılarımı vərəqləyəndə deyirdim ki, kaş ki o yerlərə bir gün qayıda bilərdik, kaş ki. İllərimizi yola verdik, gəldik, yaşımızın yaşına çatdıq. Mənim valideynlərim dünyasını dəyişdi, o torpaqlara qayıda bilmədi. Amma bugün şükürlər olsun, torpaqlarımız azaddır. Bugün igid qəhrəman oğullarımızın şücaəti, Ali Baş Komandanın müdrik siyasəti nəticəsində bizim torpaqlarımız öz azadlığına qovuşdu. Suverenliyimiz bərpa olundu və igid bax, bu qəhrəman oğullarımızın hər birinin ruhu
Azad Qarabağın azad səmalarında rahatlıqla dolaşır. Leyla Hanım, bir daha sizə mən sonsuz təşəkkürümü bildirirəm. Qubadlı rayon icra başçısı Malik müəllimə sonsuz təşəkkürümü bildirirəm ki, bizim istəyimizi nəzərə aldılar və bizə hörmət, ehtiram əlaməti olaraq belə bir tədbiri düzənlədilər. Mədəniyyət evinin rəhbərliyinə sonsuz minnətdaram. Allah hər birinizdən razı olsun ki, bu isti havada zəhmət çəkib gəlmişsiniz, dəyər vermişsiniz, sözə qiymət vermişsiniz. İgid qəhrəman oğullarımızın xatirəsini ucan tutaraq bu tədbirə gəldiyiniz üçün hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Sənab müəllim demiş, hava şəraitidir, hər birinizin işi gücü var. Mən də çox danışmaq istəmirəm. Mən sözümü kitabda demişəm. İnşallah ki, hər biriniz oxuyub öz fikirlərinizi bildirərsiniz. Təşəkkür edirəm hər birinizə. Mən bir şey deyim, Raziyə xanım. Elə bir məqamda, elə bir yerdə əyləşmişik ki, azad Azərbaycanın, azad mövqeyi, azad açıq zəfər çalan bir dövlətin torpağında stolunda oturmuşuq. Bu günləri, baxın, təsadüfə baxın. Təsadüf deyildi, hər şey bir həqiqətdir. Süfrənin bir başında 2 nəfər bax, görürsünüz, 44 günü Vətən müharibəsinin qaziləridir. Süfrənin bir başında 1991-94-cü il, yəni 1-ci Qarabağ müharibəsinin döyüşçüsü oldu. 2 döyüşçü qabaq-qaba oldu. Hər ikisi qan döküb, hər ikisi yaralanır, hər ikisi şəhid verib, hər ikisi o soyuq silahı, o soyuq səngəni görüşüblər. Bugünkü gün amal birdir, yumruq birdir, fikir birdir, Qarabağ birdir. Azərbaycan yenə deyirəm, dövlətində, paytaxtında oturub bugünkü gün zəfərimizi qeyd edib. Hər günümüz bir zəfərdir. Bu günləri 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq deyim ki, Qarabağımızın hər bir bölgəsində Azərbaycanın üst sənədə al bayrağı dağılmış. İstər Xankəndidə, istər Şuşada, istər Xocabənddə, istər Xocalda və bizə müqəddəs olan əsas o Füzulidə, Cəbrayılda, Qubadlıda, Səngərdarında, nə bilim, Qubadlının hər bir nöqtəsində, Başarıq yüksəkliyində, Çaytmasında, Həmzəlisində, o Həkərdin sahillərində, inanın Allah, yəqin ki o yolları getmişsiniz, ən sonunda gedən içimizdən Sima xanım olubdur, görübdür. Çaytmas kəndi istiqamətini geçsən Laçın sarı, o çayın kənarlarında olan o şəhid plakatları, üstündə olan al bayraqlar. İnanın ki, heç tanımırlar, maşın saxlayırlar, o bayraqları dəyişirlər, sərgiyə salırlar, tozun dumanı silirlər, ondan sonra yollarını davam edirlər. Amma bizi necə? Deməli, ötən ay Qurban Bayramı ərəfəsində biz getdik, şəhid qardaş var yanımızda, indi özü aramızda deyil, belə torpağımızdadır. Şəhid qardaşıdır. Bir qardaşını qurban verildi Ağdamın Gülücü kəndində, Murad xanın Sovet sədrli Filman müəllim. 2 qardaş döyüşürlər, sadəcə bir şəhid olur, bir qazi olur. Hoş gəldin. İlk gün Azərbaycan bayrağımızı alıbdır. Balaca xəttət bir bayraq. Gəldik, çata-çatda bir 50 metr qalmış, həmişə kimi sağda saxladıq ki, düşək, bayrağı dəyişək, sərgiyə salaq, tozun torpağını silək, indi günəşin tozun torpağını qabağında. Bizdən qabaqda başqa bir maşın saxladı. Görün, bunlar yenirlər. Yəni, bu düzdə heç bir şey yox da, bunların şəkil çəkdiləsi yedür və ya düşdülər, qəşən bayraqları dəyişdilər, əscal dərinlər, təmizlədi. Bizə durub qıraqdan baxın. İnansız, heç tanımırlar, laçınlıdırlar. Düşdüysə oradan tanış olur. Adam belə, necə deyim, düşləri biz olur ki, yəni tanımadığı adamdır, tanımadığı plakatdır. Amma Azərbaycan uğrunda gedir şəhidlərdir. O qədər bizdə, bəli, o qədər bizə xoş təəssürat bağışladı. Sonra Filman müəllim gördüm, özünü verdi bir qırağa. Hönkürtü gəldi, bir qəhər oldu ki, yəni həqiqətən də bu şəhidlər ölməyibdir. O şəhidlər o vaxt ölən ki, onlar yaddan çıxar. Bu günləri ilə bax, bu süfrə başında olanlar hamımız şəhid ailəsi. Hamımızın qucağında bir şəhid gözünü yumurdur. Ola bilər, şəhid gözü yuman oldu, ola bilər, döyüşdə olmayan oldu. Amma hər ailədən, hər yaxından bir şəhid verilir. Allah həmisindən gəlməyə rəhmət eləsin. Statistikaya baxanda Qubadlı çox xırda rayondur, 802 kvadrat kilometrdir. Amma ona baxmayaraq 252 nəfər